Abituriyent bələdçisinə xoş gəlmisiniz. Dövlət İmtahan Mərkəzi müsabiqə şərtində dəyişiklik etdi. Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-2026-cı tədris ili üçün idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri təqdim edilib. Abituriyentlərin qəbul imtahanının birinci mərhələsində ümumi balı müvafiq şərtləri ödədiyi halda onlar qabiliyyət imtahanlarına buraxılırlar. Beləliklə, qabiliyyət imtahanlarına buraxılmaq üçün tələb olunan bal limiti 10 bal artırılıb. Belə ki, məşqçilik 70 bal, ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv bədən tərbiyəsi, fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi üçün müsabiqə şərti 80 bal müəyyən edilib. Dövlət İmtahan Mərkəzi tərəfindən 5-ci ixtisas qrupunda yer alan idman istiqamətindəki qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtində dəyişiklik olub. Ötən illə müqayisə etsək, 10-15 bal keçid balını artıq formalaşacağı qeyd olunub. Bu il buraxılış imtahanlarının nəticələri ötən illə müqayisədə daha yaxşıdır. 5-ci ixtisas qrupu əlçatan olduğu üçün qabiliyyəti olan, olmayan hər kəs bu istiqamətdə müsabiqəyə qatılırdı. Bu da öz növbəsində narazılıq yaradırdı. Nəticə etibarilə DİM konkret olaraq ixtisas istiqaməti üzrə marağı və istedadı olan şəxslərin prosesdə iştirak etmələrinə bir növ imkan yaratmış oldu. Hazırda sosial şəbəkələrdə bu müzakirə mövzusudur. Ona görə də hər kəs bilməlidir ki, dediyimiz faktlara əsasən belə bir qərar alınıb. Həmçinin ola bilər ki, təkcə idman istiqaməti yox, bəzi qabiliyyət yönümlü digər ixtisaslarda da müsabiqə vəziyyəti dəyişsin. Müsabiqə şərti kimi 60 və yaxud da 70 bal ola bilər. Amma bu müsabiqədə iştirak üçün lazımdır. Ola bilər ki, qəbuldan sonra DİM müsabiqədə iştirak üçün 70 bal təyin etsə belə, həmin ixtisasların keçid balları minimum 80-90 bal olar. Bu da ümumi müsabiqədə iştirak edən abituriyentlərin sayı və onların əldə etdiyi nəticələrdən asılı olaraq dəyişir. Abituriyentlərlə bağlı yeni məlumatları əldə etmək üçün kanalımıza abunə olmağı unutmayın.